Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər Xiyabanında Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı 20 sentyabr 2023-cü il tarixdə Xocavənd rayonunda şəhid olan Qubadlı şəhər sakini Baş Leytenant Zamin Xəqani oğlu Abbasovun doğum günü tədbiri keçirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi, dəmir yumruqda birləşərək işğalçıya sarsıdıcı zərbələr vurub. Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib. Şəhidimizin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Çıxışlarda qeyd edilib ki, şəhid Zamin Abbasov 8 mart 1993-cü ildə Qubadlı şəhərində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı 2021-2022-ci illərdə qısa müddətdə əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərib. Tədbir iştirakçıları daha sonra Bakı şəhər Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan Yunis Xəliloğlu Qarayevin 50 illik yubileyini qeyd ediblər. Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev bildirib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfəri şəhid olub. Şəhidimizin qardaşı oğlu şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Çıxışlarda diqqətə çatdırılıb ki, Yunis Qarayev 1975-ci il mart ayının 8-də Zəngəzur mahalı Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Onun son döyüşü 1993-cü il avqust ayının 31-də Füzuli rayonunun Mahmudlu kəndində olub. Həmin gün düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnikası məhv edilib. Düşmənlə üzbəüz vuruşan Yunis ağır yaralanır. Hərbi hospitalın həkimləri 18 yaşlı gənc döyüşçünün həyatını xilas etmək məqsədi ilə 11 gün gərgin mübarizə aparır. Lakin onu ölümün pəncəsindən xilas edə bilməyiblər. Yunis Xəliloğlu Qarayev 1993-cü il sentyabr ayının 11-də şəhidlik zirvəsinə ucalıb. Məzarı Bakı şəhər Şəhidlər Xiyabanındadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.